Qoç bürcü. Qiymətli vaxtınızı sonsuz müzakirələrə sərf etməyin. İntuisiyanıza etibar edin və hərəkətə keçin. Lakin həftənin sonuna yaxın enerji çatışmazlığı hiss edə bilərsiniz. Buna görə də əvvəlcədən özünüzə qayğı göstərmək və başqalarının xahişlərinə qapılmamaq vacibdir. Sosial dairənizdə seçici olun. Hər kəs sizin diqqətinizə və narahatlığınıza layiq deyil. Başqalarının işlərini öz üzərinizə götürməyin və ya yerinə yetirə bilməyəcəyiniz şeylərə söz verməyin. Bu, sizi məyusluqdan qoruyacaq. İşdə güclü işgüzar münasibətlər qurmaq üçün əla zamandır. Mövqeyinizi yaxınlarınıza izah edin. Açıqlıq, anlaşılmazlıqların qarşısını almağa kömək edəcək. Əgər komanda idarə edirsinizsə, həmkarlarınızı nümunə ilə ruhlandırın. Eyni zamanda özünüzə diqqət yetirin və gərgin bir gündən sonra ailənizə xələl gətirməkdən çəkinin. Maliyyə baxımından gözlənilməz gəlir həftə sonuna yaxın ola bilər. Baxmayaraq ki, ev və ya məişət ehtiyacları ilə bağlı xərclər də mümkündür. Şəxsi həyatınızda partnyorunuza kifayət qədər diqqət yetirərkən liderlik nümayiş etdirmək vacibdir. Təzyiq olmadan açıqlıq uğurlu münasibətin açarıdır. Fikirlərinizi və hisslərinizi paylaşın, amma fikirlərinizi onlara zorla qəbul etdirməyin. Lazımsız öhdəliklərə yox deməyi öyrənin və enerjinizi həqiqətən vacib olan şeylərə ayırın. Qətiyyətliliyiniz mülayimliklə birləşərək karyeranızda və şəxsi həyatınızda yeni imkanlar açacaq. Buğa bürcü. Yeni əlaqələr və aktiv işgüzar ünsiyyət vasitəsilə həyatınıza müsbət dəyişikliklər gələcək. Bu həftə uğurlu sövdələşmələr və proaktiv tərəfdaşların ortaya çıxması vəd edir. Şəxsi cazibəniz isə xüsusilə özünü göstərəcək. Əsas məsələ nə qədər cəlbedici görünsə də maliyyə oyunlarından çəkinməkdir. Etibar dairənizi məhdudlaşdırın və gözəl vədlərə və ya şübhəli təkliflərə aldanmayın. İndi işgüzar və şəxsi məsələləri birləşdirmək üçün əlverişli zamandır. Hədiyyələrdən imtina etməyin və qayğı göstərdiyiniz insanlara cəsarətlə sevgi göstərin. Sosial ünsiyyətdən zövq alın, amma başqalarının fikirlərindən asılı olmaqdan çəkinin. Özünüz olun. Maliyyə baxımından alış-veriş və investisiyalar həftənin ikinci yarısında xüsusilə uğurlu olacaq. Böyük bir alış-veriş planlaşdırırdınızsa, onu həftənin sonuna qədər təxirə salın. Yeni tanışların isti münasibətlərə çevrilmək üçün hər şansı var. Rahat və xoş atmosfer, maraqlı insanlarla tez bir zamanda əlaqə qurmağınıza kömək edəcək. Əgər münasibətdəsinizsə, ortaq istirahət fəaliyyətləri üçün vaxt ayırın. Bu münasibətlərinizi gücləndirəcək. Yeni ideyalara açıq olun, amma sağlam düşüncənizi qoruyun. Cazibədarlığınız artıq tam gücünüzlə işləyir. Məqsədlərinizə çatmaq üçün bundan istifadə edin, amma ağlabatan ehtiyatlı olmağı unutmayın. İnsanlara etibar edin, amma faktları yoxlayın. Əkizlər bürcü. Sizi məşğul və məhsuldar bir həftə gözləyir. İşdə uğur demək olar ki, təmin edilir və hətta karyera yüksəlişi və ya nailiyyətlərinizin tanınması mümkündür. Maraqlı yeni tanışlıqlar və peşəkar statusunuzun artması ehtimalı var. Bununla belə, maliyyə vəziyyətiniz müxtəlif vasvasalarla təhdid olunur. Böyük xərclərə tələsməyin və hər bir alış-verişi diqqətlə təhlil edin. Bugün zəruri görünən şey sabah lazımsız xərcə çevrilə bilər. Qərarlarınızı tərəfdaşlarınıza əsaslandırın və onların fikirlərinə həssas olun. Uğurunuz əsasən ailənizin, yeni dostların və ya həmkarlarınızın dəstəyindən asılı olacaq. Başqalarının köməyini laqeyd yanaşmayın. Bütün lazımsız xərcləri təxirə salın və bütün hesablamaları diqqətlə yoxlayın, xüsusən də böyük məbləğlər söhbət gedirsə. Sənədlərdə və ya müqavilədə səhv etmək baha başa gələ bilər. Bu həftəki görüşlər və tədbirlər yaxınlarınızla anlaşmanızı dərinləşdirəcək. Düşüncəliliyiniz təqdir olunacaq. Ona görə də isti sözlər və xoş sürprizlər üçün əskik olmayın.
Münasibətləriniz yeni bir etimad və səmimiyyət səviyyəsinə çata bilər. Ambisiya və real imkanlar arasında tarazlığı qoruyun. Karyera yüksəlişi gözəldir, amma ailənizin maliyyə sabitliyi hesabına deyil. Bircə planlaşdırın, böyük xərclər barədə yaxınlarınızla məsləhətləşin və hətta kiçik qələbələri belə qeyd etməyi unutmayın. Xərçəng bürcü, sizə əzmkarlıq və qətiyyət lazım olacaq. Aldığınız dəstək yox ola bilər və daha çox öz gücünüzə güvənməli olacaqsınız. Bir çox dəyişiklik olacaq. Amma indi öyrənmə və özünü inkişaf üçün həqiqətən qızıl zamandır. Bundan maksimum yararlanın. Qorxulara və şübhələrə təslim olmayın. Cavabları şəxsi təcrübə və praktik fəaliyyətlə axtarın. Nəzəriyyə yaxşıdır, amma indi biliklərinizi praktikada tətbiq etmək daha vacibdir. Ünsiyyətdə həssaslıq və düzgünlük başqaları ilə yeni bir etimad səviyyəsinə gətirib çıxaracaq. Diqqətli və nəzakətli olsanız, hətta çətin söhbətlər belə rahat keçəcək. Maliyyə gəlirləri 22 yaşlı layihələrin tamamlanması ilə əlaqələndirilir, lakin bəzi xərclər planlaşdırılmamış olacaq. Ehtiyat fondu saxlayın. Diqqətli planlaşdırma ilə maliyyə vəziyyətiniz sabit qalacaq. Ona görə də gözlənilməz xərclərə görə panikaya düşməyin. Qarşılıqlı dəstək sevgi və məhəbbətin yeni tərəflərini ortaya çıxaracaq. Həyatınıza təzə emosiyalar və təcrübələr gətirəcək maraqlı bir insanla tanış ola bilərsiniz. Əgər münasibətdəsinizsə, təşəbbüs göstərin. Tərəfdaşınız qayğınızı və sizinlə yarımçıq görüşmək istəyinizi qiymətləndirəcək. Müstəqillikdən qorxmayın. İndi çətinlik kimi görünən şey, əslində ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirmək üçün bir fürsətdir. Təhsilə və bacarıqların inkişafına investisiya qoyun. İnsanlarla mülayim, lakin qərarlarınızda qətiyyətli olun. Daxili gücünüz məqsədlərinizə çatmaq üçün əsas mənbədir. Şir bürcü, əzmkarlıq və zəhmətkeşlik işlərinizə nizam gətirəcək və layiqincə uğur qazanacaqsınız. Maliyyə artımı və uğurlu sövdələşmələr gözlənilir, şəxsi münasibətlərinizdə sülh və anlaşma hökm sürəcək. Yeni tanışlıqlar həyatınızı zənginləşdirəcək və köhnə borclar ödənilə bilər. Həftə sonuna qədər öyrənmək və faydalı əlaqələri genişləndirmək üçün imkanlar yaranacaq. Bu, səylərin 100 qat bəhrəsini verdiyi bir zamandır. Sınaqlardan və tələsik qərarlardan çəkinin. Şübhəli və ya tez qazanc əldə etməkdənsə, sabitliyə diqqət yetirin. Bu cütlükdə etibar hökm sürür. Təşəbbüs göstərməkdən və yeni bir şey təklif etməkdən çəkinməyin. Həftə sonuna yaxın müsbət dəyişikliklər gözlənilir və hətta yeni gəlir mənbəyi tapa bilərsiniz. Sərfəli sövdələşmələr, xoş hədiyyələr və böyük borcların ödənilməsi həftənin sonunu xüsusilə xoş edəcək. İsti bir ailə atmosferi, istirahət və ünsiyyət üçün mükəmməl bir fon yaradacaq. Yeni tanışlıqlar həyatı dəyişdirə bilər və iş yerində romantik münasibətlər mümkündür. Əgər bir müddətdir həmkarınıza baxırsınızsa, indi yaxınlaşmaq üçün ən yaxşı zamandır. Çox çalışmağa davam edin, amma nəticələrdən zövq almağı unutmayın. İş və istirahət arasında tarazlıq uğurunuzun açarıdır. Yaxınlarınıza səxavətli təriflər deyin və nailiyyətlərinizin sevincini bölüşün. Özünə inam və müsbət münasibət yoluxucudur. Evdə və işdə harmoniya yaratmaq üçün onlardan istifadə edin. Hazırda sabitlik parlaq qələbələrdən daha vacibdir. Qız bürcü, xüsusilə vacib layihələr üçün yeni ideyalar və parlaq həllər asanlıqla ortaya çıxacaq. Çoxlu səfərlər, uğurlu danışıqlar ola bilər və gözlənilməz görüş planlarınızı kökündən dəyişdirə bilər. Həddindən artıq yüklənməmək və enerjinizi tükəndirən əlaqələrdən nə vaxt imtina edəcəyinizi bilmək vacibdir. Əvəzində heç nə verməyin. Emosiyalara əsaslanaraq sövdələşmələr etməkdən çəkinin. Bu, tələsiklikdən qaynaqlanan səhvlərin qarşısını almağa kömək edəcək. Yeni əlaqələr qurmaq yalnız qarşılıqlı etimad olduqda mənalı olur. Özünüzə və yaxınlarınıza təzyiq göstərməkdən çəkinin. Ailə üçün xoş hədiyyələr və sürprizlər mümkündür və uğurlu layihələr əlaqələr vasitəsilə əldə edilə bilər.
Maliyyə baxımından həftənin sonunda böyük bir alış-veriş və ya sərfəli sövdələşmə ehtimalı yüksəkdir. Ona görə də bu dövr üçün pulunuzu yığın. Romantik münasibətlər yeni əlaqələr vasitəsilə yaranacaq. Əgər hazırki partnyorunuzla münasibətləriniz çıxılmaz vəziyyətə düşübsə, bu həftə hər şeyi dəyişdirmək üçün bir şans təqdim edir. Bir səmimi söhbət əvvəlki yaxınlığı və anlaşmanı bərpa edə bilər. Ağlınıza güvənin, amma intuisiyanızı da unutmayın. Analitik qabiliyyətləriniz hazırda zirvədədir. Amma bəzən instinktlərinizə güvənməyə dəyər. Enerjinizi idarə etməyi və lazımsız əlaqələri aradan qaldırmağı öyrənin. Əlaqələrinizin keyfiyyəti onların miqdarından daha vacibdir. Dəyişikliklərə açıq olun, amma daxili sabitliyinizi qoruyun. Çevikliyiniz uğurun açarıdır. Tərəzi bürcü. Bu həftə sizi məsuliyyəti öz üzərinizə götürməyə və konkret bir nəticəyə doğru çalışmağa məcbur edəcək. Maliyyə məsələlərinə xüsusi diqqət yetirin. Səhvlər və düşünülməmiş xərclər baha başa gələ bilər. İşlərinizi nəzarətdə saxlayın, ancaq tükənməmək üçün kifayət qədər istirahət edin. Yalnız təcrübəli insanların məsləhətlərinə qulaq asın və hər şeyi özünüz etməyə çalışmayın. Bu, həddindən artıq işləməyə səbəb olacaq. Fikirlərinizi bölüşən həmfikir insanlar və yeni müttəfiqlər axtarın. Komandanızın və ailənizin dəstəyinə güvənin. Birlikdə işlərinizə daha sürətli və daha effektiv şəkildə nail olacaqsınız. Nailiyyətləriniz və uğurlarınız şübhəsiz ki, başqaları tərəfindən fərq ediləcək. Ona görə də işlərinizi nümayiş etdirməkdən çəkinməyin. Maliyyə vəziyyətiniz həftə sonuna qədər sabitləşəcək. Ancaq bütün şərtləri və qaydaları diqqətlə nəzərdən keçirdikdən sonra hər hansı bir sövdələşməyə girin. Səmimi söhbət cütlükdə uzun müddətdir ki, harmoniyaya mane olan uzun müddətdir davam edən problemi həll edə bilər. Yeni biri ilə tanış olmaq da mümkündür. Talayın maraqlı əlaqələri var. Subaysınızsa gözlərinizi açıq saxlayın və maraqlı tədbirlərə dəvətləri rədd etməyin. Liderliyi qəbul edin, amma komanda şəklində işləməyi unutmayın. Gücünüz insanları birləşdirmək və kompromislər tapmaq bacarığınızdadır. Məsuliyyətdən qorxmayın. Bu, hörmət və yeni imkanlar gətirəcək. Büdcənizi əvvəlcədən planlaşdırın və mürəkkəb məsələlərdə mütəxəssislərlə məsləhətləşin. İş-həyat balansı indi xüsusilə vacibdir. Əqrəb bürcü. Yeni əlaqələr və faydalı tanışlıqlar həyatınızı zənginləşdirəcək. Həftənin sonuna qədər ailə məsələləri və özünü təkmilləşdirmək istəyi əsas yer tutacaq. Emosiyalarınızı cilovlayın. Sənədlərə və müqavilələrə diqqətli olmaq xüsusilə vacibdir. Bir səhv və ya impulsiv qərar bütün əvvəlki nailiyyətlərinizi ləğv edə bilər. Həmsöhbətlərinizi daha çox dinləyin və münaqişələri təxirə salmadan dərhal həll etməyə çalışın. Xırda məsələlərə görə mübahisə etməyin. Bir çox problem kiçik detallardan böyüyür. Həftənin ikinci yarısı bir vaxtlar sizin üçün vacib olan köhnə yaxşı münasibətləri yenidən alovlandırmaq üçün şans təqdim edir. Bəlkə də ilk olaraq barışıq əli uzatmağın vaxtıdır. Həftə sonuna yaxın gəlirlərin əldə olunması gözlənilir və sərfəli işgüzar sövdələşmələr və müqavilələr gözlənilir. Həftənin sonunda xoş sürprizlər, yeni tanışlıqlar və romantik anlar gözləyin. Subaysınızsa, bu görüş həyatınızı dəyişdirə bilər. Gizli motivləri axtarmaq üçün deyil, əlaqələr qurmaq üçün təbii düşüncənizdən istifadə edin. İnsanlara etibar edin, amma iş məsələlərində faktları yoxlayın. Emosiyalarınızı idarə edin. Ehtirasınız danışıqlarda əks nəticə verə bilər. Diplomatik olun, amma gücünüzü itirməyin. Ünsiyyətdə mülayimlik və prinsiplərdə möhkəmliyin birləşməsi sizin üçün bütün qapıları açacaq. Oğatan bürcü. Hər şey səy və diqqət tələb edir. Tələsik nəticə çıxarmamaq və məqsədinizə doğru addım-addım hərəkət etmək vacibdir. Emosiyalarınızı nəzarətdə saxlayın.
Əks halda lazımsız mübahisələr, vaxt və enerjinizi boşa sərf etmək ehtimalı var. Həftənin ikinci yarısı daha ahəngdar olacaq. Bəzi narahatlıqlar çiyinlərinizdən götürüləcək və nəfəs almaq asanlaşacaq. Mübahisəli vəziyyətlərdə səbirli olun və daha çox işi başqalarına həvalə edin. Hər şeyi özünüzə yükləməyin. Başqalarına etibar etməyi öyrənin. Dəstəyi qəbul edin və özünüzü təcrid etməyin. Başqalarına töhfə vermək imkanı verin. Ailə və dostlarla müzakirələrdən sonra əhəmiyyətli dəyişikliklər baş verəcək. Onların fikirləri dəyərli olacaq. Maliyyə tarazlığı xərcləri nəzarətdə saxlamaqla qorunur. Artıq impulsiv alış-verişlərdən söhbət gedə bilməz. Xərclərinizi əvvəlcədən planlaşdırın. Həftə sonuna yaxın isti dialoq və yeni hisslər gözlənilir. Romantik atmosfer uzun müddətli davam edən fikir ayrılıqlarını həll etməyə kömək edəcək. Yavaşlayın və prosesdən zövq alın. Tez nəticə əldə etmək istəyiniz işinizin keyfiyyətinə mane ola bilər. Ardıcıllıq və metodiklik tələsməkdən daha faydalı olacaq. Yaxınlarınızın məsləhətlərinə qulaq asın. Onların kənardan baxışı var. Səbir və gözləmək bacarığı bu həftə sizin ən böyük müttəfiqlərinizdir. Oğlaq bürcü. Hadisələrin sürətli dəyişməsi, çoxsaylı səfərlər, görüşlər, işdə və ailədə dəyişikliklər, bütün bunlar kaleidoskop atmosferi yaradacaq. Həftənin sonuna yaxın ətrafınızdakiların dəstəyi ilə vacib məsələləri həll etmək üçün fürsətlər yaranacaq. Emosional olaraq vacib qərarlar verməkdən çəkinin və özünüzü lazımsız öhdəliklərlə yükləməyin. Maraqsız təklifləri rədd etməyi öyrənin. Tapşırıqları başqaları ilə bölüşmək, müttəfiqlərinizə etibar etmək və kiçik məsələlərdə güzəştə getməyə hazır olmaq faydalıdır. Hər döyüş sizin iştirakınızı tələb etmir. Bəzən geri çəkilmək daha ağıllıdır. Dostlar və ailə arasında xoş kəşflər məqsədlərinizə çatmağınıza kömək edəcək. Böyük alış-verişlər və yeni layihələr büdcənizi nəzərdən keçirməklə reallığa çevriləcək. Bəlkə də daha az vacib olan bir şeyi kəsməyə dəyər. Məhv kimi görünən münasibətlərdə harmoniya və hətta romantika mümkündür. Bir səmimi söhbət hər şeyi dəyişə bilər. Zəiflik göstərməkdən qorxmayın. Bu, zəiflik yox, güc əlamətidir. Planlarınızda çevik qalın. Nəzarət etmək istəyiniz gözlənilməz fürsətləri əldən verməyinizə mane ola bilər. Prosesə etibar edin və başqalarının sizə kömək etməsinə icazə verin. Səlahiyyətlərin bölüşdürülməsi zəiflik əlaməti deyil, müdrik idarə etmənin göstəricisidir. Prioritetlərinizi yenidən qiymətləndirin və həqiqətən vacib olan şeylərə diqqət yetirin. Şəxsi münasibətlər karyeranız qədər diqqətə layiqdir. Dolça bürcü. Həftənin əvvəlində müstəqil işləyəcək və vacib məsələləri təhlil edəcəksiniz. Lakin həftə sonuna qədər yeni təkliflər və daha güclü mövqelər ortaya çıxacaq. Ailənizə dəstək olmaq və tələsik addımlar atmadan planlarınızı diqqətlə təhlil etmək vacibdir. Yalnız təcrübəli insanların sağlam məsləhətlərini qəbul edin. İxtiyari fikirlərə əsaslanaraq qərarlar qəbul etməyə tələsməyin. Evdə yaxınlarınıza dəstək olun və ailə məsələlərində fəal iştirak edin. İşdə mübahisələrdən uzaq durun. Hər münaqişə müdaxilənizə dəyməz. Ailə və yaşlı qohumlar bu həftə uğurunuzda əsas rol oynayacaqlar. Dəbdəbəli əyləncələrə və şübhəli əyləncələrə pul xərcləməkdən çəkinin. Yalnız zəruri olanları alın və uzun müddətli nəticələrə diqqət yetirin. Romantikada açıqlıq və biraz təmkin ən yaxşı nəticələr verəcək. Realist olun və havada qalalar tikməyin. Səmimiyyət vacibdir, amma həddindən artıq emosionallıq partnyorunuzu qıcıqlandıra bilər. Müstəqillik və köməyi qəbul etmək arasında tarazlıq tapın. Müstəqilliyiniz güclü tərəfdir, amma özünüzü yaxınlarınızdan təcrid etməyin. Ailə bağları xüsusilə indi irəliləmək üçün vacibdir. Maliyyə məsələlərində praktik olun, amma emosional ehtiyaclarınızı unutmayın.
yaşlı nəsillərin müdrikliyi sizə düzgün yolu göstərəcək. Səbir və real baxış yeni üfüqlər açacaq. Balıqlar burcu. Ulduzlar səy və özünə nəzarət tələb edir. Çox şey yeni olacaq, amma məsuliyyət də artacaq. Yaranan hər hansı bir problemi başqalarına ötürmək əvəzinə müstəqil şəkildə həll etmək ən yaxşısıdır. Xoşagəlməz xərclər və kiçik itkilər mümkündür, amma panikaya düşməyin. İşlər normallaşacaq və sabitləşəcək. Risk götürməkdən çəkinin, planlaşdırmada daha real olun və son tarixlərə əməl edin. Yalnız öz güclü tərəflərinizə güvənin və qərarları başqalarına ötürməyin. Dürüst tənqidə açıq olun. Bu, kor nöqtələrinizi görməyə kömək edəcək. Təcrübəli bir insanla səmimi söhbət sizi ciddi bir problemdən xilas edə bilər. Və oxşar bir yol keçmiş insanların məsləhətlərini laqeyd yanaşmayın. Həftənin əvvəlində maliyyə itkiləri ehtimal olunur, lakin sonda gəlir və xoş sürprizlər onları ardınca gələcək. Tamamilə fərqli həyat tərzi və ya peşə sahibi biri ilə romantik bir dövr mümkündür. Bu həftə sonu sizi bir çox yeni emosiyalar və təəssüratlar gözləyir. Əgər münasibətdəsinizsə, birlikdə keçirdiyiniz vaxtda müxtəliflik qatmağa çalışın. Özünə inam və məsuliyyət inkişaf etdirin. Axınla getməyə meyliniz indi zərərli ola bilər. Təşəbbüs göstərin və başqalarının problemlərinizi sizin üçün həll etməsini gözləməyin. Maliyyə çətinlikləri müvəqqətidir. Əsas məsələ impulsiv qərarlarla onları daha da pisləşdirməməkdir. Yeni tanışlıqlar, təmiz hava və ilham gətirəcək. Dəyişikliklərə açıq olun, amma sağlam düşüncəni qoruyun.